bütün xalqımız üçün çox vacib gündür. Qızlar, mən bu məktəbi sizin üçün açdım. Ən yaxşı müəllimləri sizə təyin elədim. Mənim imkanlarım böyükdür, amma çox heyif ki, savadım yoxdur. Əgər savadım olsaydı, həyatım tamam başqa cür olardı. Oxuyun balalarım, biliyinizi artırın. Bilik insanın həyatında ən vacib sərvətdir. Mən inanıram ki, bu tədris ocağını bitirəndən sonra siz gələcəkdə savadlı bizim xalqımıza lazımlı şəxslər olacaqsınız. Və heç vaxt həyatda təslim olmayın. Axtarın, tapana qədər axtarın, sona qədər mübarizə aparın. Sizə yeganə nəsiyyətim budur ki, adət-ənənəmizdən möhkəm yapışın. Bir əlinizdə imanı, o bir əlinizdə tərəqqini tutub, xalqımıza sidq ürəklə, sədaqətlə xidmət edin. Mən sizə inanıram. Sizə uğurlar və həyatda sizə xoşbəxtlik arzu edirəm.